Ata nə qədər övlada qayğı göstərsə, ana fədakarlığını eləyə bilməz. Ananın fədakarlığı balıya bir başqa cürdür. Doğrudan da o dillə ifadə edilən deyil. Ona görə möhtərəm cəmaatımız, analarımız nə qədər sağdır, onların çalışağın qulluğunda duraq, onlara xidmət eləyək. Çünki biz nə qədər onların qulluğunda dayanmış olsaq da, biz onların bizə çəkdiyi zəhməti, haqqını ödəyə bilmərik. Bəlkə o bələyə bükülən vaxtı yadımıza gəlməsə də, amma ağlımız kəsən vaxtda belə ayağımızdan öpüb. Yəni, ana balasını əzizləyəndə. Sayını bilmədiyimiz qədəri ayağımızın altından öpən anamızın biz nə qədər əlindən öpmüşük? Neçə dəfə əlindən öpmüşük? Hələ ayağının altından demirəm, ha? Biz onun əlindən neçə dəfə öpmüşük? Əksəriyyətimiz bunu heç cavab vermədən söyləmək olar ki, ayağımızın altından öpdüyü qədər heç nəinki ayağının altından, biz onların əllərindən heç o qədər öpməmişik. Ona görə ananın gərək haqqı əda olsun.